Can Azərbaycan. Salam, hər vaxtınız xeyir olsun əziz dinləyicilər və əziz izləyicilər. İctimai radionu dinləyirsiniz. Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Bugün, yəni 3 dekabr beynəlxalq əlilliyi olan şəxslər günüdür və bugünkü verilişimizin çox maraqlı bir qonağı var. Mən böyük məmnuniyyətlə qonağımızı sizə təqdim etmək istəyirəm. Siz onu sosial şəbəkələrdən çox yaxşı tanıyırsınız. Söhbət Orxan Əngəlsizdən gedir. Həqiqətən də mən hər dəfə Orxanla görüşəndə fikirləşirəm ki, onun üçün heç bir əngəl yoxdur. Fikirləşirəm ki, Orxan bizim bir çoxlarımıza olduqca maraqlı tövsiyələr verə bilər. Orxan cəmiyyətə pozitiv mesaj ötürməyi bacaran insanlardan biridir. Beləliklə, Əsa Teatrının aktyoru, İctimai Televiziyanın əməkdaşı Orxan Əliyev, yəni Orxan Əngəlsiz, Can Azərbaycanın qonağıdır. Xoş gəlmisiniz. Xoş gördük və xoş eşitdik hər birinizi. Mən də sizi salamlayıram. Təşəkkür edirəm dəvətə görə. Bu maraqlı təqdimata görə də ayrıca təşəkkürümü bildirirəm həqiqətən də. Çox sağ olun. Orxan, mən sizə Orxan deyə bilərəm də. Bəli. Mən hər dəfə sizlə qarşılaşanda, yəni belə deyim də, kənardan biraz müşahidələrimə əsaslansam. Nə düşünürsünüz? Maraqlıdır. Məsələn, mən sizi daha çox Əhmədli və Xalqlar Dostluğu tərəflərdə görürəm. Orada yaşayırsınız. Və görürəm ki, tutaq ki, Orxan eskalatorla qalxmaq istəyir, nə bilim, pilləkənlə qalxmaq istəyir. Gözləyir ki, adamlar biraz seyrəlsinlər. Sonra da kimsə yaxınlaşır Orxana, deyir ki, gəl sənə kömək eləyim, qoluna girim, qalx. Və Orxan qəti etiraz eləyir. Deyir, yox, mən öz yolumu davam edəcəm. Bu mənim o qədər xoşuma gəlir ki, halbuki Orxanın məsələn yerişini kənardan izləyəndə adam fikirləşir ki, bu dəqiqə yaxınlaşım, tez ona kömək eləyim. Amma Orxan heç bir əngəl tanımır. Bu gücə görə mən elə bilirəm ki, siz ilk növbədə valideynlərinizə borclusunuz. Təbii. Ona görə mən çox istərdim ki, özünüzü dinləyicilərimizə daha yaxından tanıdasınız. Və mənim həqiqətən bax bu kiçik hadisədə bu qədər qürurlanmağımın səbəbini deyəsiniz. Əslində çox maraqlı mövzuya toxundunuz. Kömək mövzusu çox aktual bir mövzudur. Məsələn, hansı məqamda insana kömək lazım olur? Məsəl üçün mənim də təbii ki, hər hansı bir məqamda mənim də köməyə ehtiyacım olur. Bunlar hansı məqamlardır? Məsəl üçün qarlı, yağışlı havalarda, özüm məsəl üçün tanımadığım insanlara, hətta özüm yaxınlaşıb demişəm ki, onlar qolunuza girin, mən bu yolu bir yerdə keçək. Təbii ki, bu da normal bir haldır. Amma adi günlərdə, o digər günlərdə isə mənim köməyə ehtiyacım olmur. Özüm rahatlıqla yoluma davam edirəm. İctimai nəqliyyatdan da istifadə edirəm, metro, avtobus, yəni burada heç bir problem yaşamıram. Təbii ki, bizim cəmiyyətimiz duyarlıdır, insanlarımız düşüncəlidir, kömək eləmək istəyirlər. Amma yenə dediyim kimi, yəni mən əgər bu yolu özüm gedirəmsə, deməli köməyə ehtiyacım yoxdur. Köməyə ehtiyacım olsaydı, mənim yanımda kimsə olardı, təbii ki. Hamısına təşəkkür edirəm kömək təklif edənlər, amma normal bir şəkildə imtina eləyəm bu köməkdən, bu mədəni şəkildə belə deyək. Özüm haqqında da onu deyə bilərəm ki, təbii ki, bir şey vurğuladır. Ailənin önəmi çox vacibdir. Hər bir övlad üçün ailənin önəmi vacibdir, dəyərlidir. Amma əlilliyi olan bir şəxs üçün ailənin önəmi, dəyəri 2 qat önəmlidir, vacibdir. Niyə görə? Çünki mən demirəm, yəni aşırı diqqət və qayğı olmalıdır, yox. Aşırı diqqət və qayğı da insanı, fərqi yoxdur, əlilliyi olan olsun və yaxud da olmasın, insanı uçuruma apara bilir. Çünki bu sınanmış bir metoddur. Yəni birinə aşırı diqqət və qayğı göstərəndə o bir növ ondan asılı olur. Yəni gözləyir ki, buna ancaq diqqət göstərsinlər, ancaq qayğı göstərsinlər. Yəni ona görə də heç nəyin aşırı vəziyyətinə getmək lazım deyil. Təbii ki, ailəmə təşəkkür edirəm, xüsusilə anama. Yəni anamın mənim üzərimdə əziyyəti çox böyükdür həqiqətən də. Yəni bütün analar kimi mən məsəl üçün əlilliyi olan dostlarımızı çəkirəm, işıqlandırıram. Onların yanında valideynlərini görəndə həqiqətən də öz anamın çəkdiyi əziyyətlər gözümün qabağında canlanır. Ona görə də bütün analara təşəkkür edirəm. Yəni öz övladlarının yanındadır. Dəstək yolları onlara, onlarla birlikdə addımlayırlar bu yolu. Bu da
onlara 2 qat motivasiya olur belə deyə, əlilliyi olan şəxslərə. Ananız ixtisasca nəçidir? Anam ixtisasca dərzidir. Dərzi işləyir. Amma mən uşaq olarkən 90-cı illərdən söhbət edirəm, onu da işləmirdi. Evdar qadın idi və bütün vaxtını mənə ayırırdı. Mənə və bacılarıma belə. Məsələn, ananız sizin o ilk uşaqlıq illərinizdən nə danışır? Tənbəl olduğumu deyirdi anam, indi də deyir. Yəni çox belə dəstək olubdu nə mənada? Məsələn, o müalicələr, bəli, müalicələr, bəli. Artıq məndə əlillik anadan gəlmədi. Necə olub? Ana bətnində zədə almışam, anam yıxılıbdı. Zədə almışam və yarımçıq doğulmuşam ev şəraitində 89-cu ildə. Həmin vaxtda da tibb o qədər də inkişaf eləməmişdi. Biraz düzdür, valideynlərim Moskvaya aparıblar müalicələrə, müxtəlif yerli müalicələr də almışam, fizioterapiya, müalicələr, o söz yox. Amma yəni indiki vəziyyət olsaydı, indiki tibbi vəziyyətlər olsaydı, bəlkə də bir qədər fərqli olardı. Amma həkimlərin qoyduğu uşaq serebral iflic diaqnozu elə bir diaqnozdur ki, yəni bu zaman alır. Yəni bu tam sağalma ehtimalı yoxdur. 0 dərəcəsindədir, amma bu diaqnozlu olan şəxslərə əsas hərəkət lazımdır. Hərəkət eləmək, oturmamaq, yəni ona görə də mənim ixtisasım jurnalistikanı seçməyimdə məqsədim də o idi ki, yəni daim hərəkətdə olum, daim çəkilişlər, tədbirlər, yəni ona görə də bu ixtisası seçmişəm və peşman da deyiləm. Belə. Bəli. Cəmiyyətin fərqli yanaşması ola bilər. Məsələn, siz 1989-cu ildə doğulduğunuzu dediniz. Mən 90-cı illərdə xatırlayıram. İnsanlar sanki bilirsiniz necə acımaq hissi ilə böyüdürdülər uşaqlarını. Məsələn, bizim nəsil, mənim valideynlərim, mən də 90-cı illərin uşağı olmuşam, bizi çox mərhəmətli böyüdüblər. Mərhəmətli olmaq əlbəttə borcumuzdur, amma bir də var, mən çox üzr istəyirəm bu ifadəni söylədiyim üçün, bir də var yazığı gəlmək. Bəli. Sanki kimsə nəsə bir səhv edirsə belə, sənin ona ürəyin ağrımalıdır. Yəni bu cür böyüdülməyin nə qədər çətin olduğunu sonradan insan həyatında, məsələn, yox deyə bilməmək problemi ilə qarşılaşırsan, özünü daha çox fəda etmək, qurban vermək problemləri ilə qarşılaşırsan. Bax, bugün isə artıq dünya fərqli rəngdədir. Bugün biz süni intellekt dövründə yaşayırıq. Ola bilər ki, bu dəqiqə... Amma bugün də həmin düşüncələr qalmaqdadır. Müəyyən o cür düşüncəli insanlar var və təəssüf olsun ki, yəni, az da olsa var, bəli. Onu mən yaşayıram və real olaraq da yaşamışam və ona görə də az da olsa var o insanlar hələ də. Məsələn, siz nə tövsiyə edərdiniz? Yəqin ki, bizə qulaq asan insanların arasında övladları serebral iflic olan valideynlər var. Onlar uşaqları ilə necə davransınlar? İlk növbədə övladlarını digərlərindən ayırmasınlar. Əsas yəni, məsələ. Evdəki digər sağlam uşaq. Bəli, istər evdəki olsun, istər ətrafındakı insanlar olsun, qohum əqrəba olsun, ayırmasınlar. Mənim anam nə edib? Mən hətta o vaxtı 90-cı illərdə heç inklüziv təhsil belə yox idi. Bəli. Yəni inklüzivliyin heç bir metodu Azərbaycanda bilinmirdi. Ümumiyyətlə əlilliyi olan şəxslər cəmiyyətə çıxmırdılar. Mənim anam nə etdi? Məni bacımla bir yerdə, məndən 2 yaş böyük bacım var və bir də balaca bacım var. Böyük bacımla birlikdə məni bağçaya aparırdı. Hətta bağçada belə mən o düzdür. Anam danışır ki, məsəl üçün valideynlər biraz qəribə baxırdılar. Bu əlil övladın gətirib bizim uşaqlarla bir yerdə baxmada o baxışlar olurdu təbii ki, amma anam buna məhəl qoymurdu. Həqiqətən də mən bağçada çıxış eləmişəm, şeirlər demişəm və o vaxt bizim vaxtımızda Ələkbər əmi var idi. Bəli, Allah rəhmət eləsin. Onun tədbirlərində iştirak eləmişəm, şeirlər demişəm, hətta şəkilim də var oynan. Yəni bu cür aktiv böyümüşəm və uşaqlıqdan bu aktivliyi yaşamışam deyə artıq məndə o kompleks yoxdur. Yəni rahatçılıq var belə demək olarsa. Ona görə də valideynlərə tövsiyəm odur ki, övladlarını təbii ki, əlilliyi olan uşaqların valideynlərindən söhbət gedir, ayırmasınlar. Yəni dediyim kimi aşırı diqqət, qayğı da lazım deyil. Müəyyən qədər
qədərində olan sevgisini göstərsinlər, yanında olduğunu göstərsinlər. Hər bir sahədə olursun, hər hansı bir sahədə istəyirlərsə onlara dəstək olsunlar. Bu gün bizim cəmiyyətimizdə incəsənət sahəsində əlilliyi olan dostlarımız var, mədəniyyət sahəsində, müxtəlif sahələrdə, idman sahəsində güclü idmançı əlilliyi olan dostlarımız var və onlar da öz güclərinə sübut edir ki, heç bir şey əngəl deyil. Yəni ona görə də valideynlər diqqətli olsunlar, heç nədən yorulmasınlar, usanmasınlar. Həqiqətən də çətinliklər olacaq. Təbii ki, yəni əgər bir iş varsa, ortada bir iş varsa, o çətinliklərsiz mümkün deyil. Yəni çətinlik olmasa həyatın ləzzəti də, dadı da olmaz. Yəni əgər sən bu stəkanı buradan götürüb bura qoyunca çətinlik çəkmirsənsə, sən o suyun dadını da, ləzzətini də bilməyəsən. Yəni ona görə o çətinlik həyatı gözəlləşdirir, mən deyərdim. Bildiyimə görə xalqlarda yaşayırsınız və bütün xalqlar uşaqları sizə DJ deyib. Bəli, mən uşaqlıqdan hardan qaynaqlanıb bu DJ adı? Radio həvəskarı olmuşam. Ancaq günün bu günündə də mənim telefonumda mahnı yoxdur. Telefonumda ancaq radioya qulaq asıram. Yol gedərkən radioya, onlayn radio yükləmişəm. Ancaq radioya, ictimai radio, digər radiolar, yəni maraqlı verilişləri dinləyirəm, musiqilər dinləyirəm. Yəni dediyim kimi telefonumda musiqi yoxdur, ancaq radio, uşaqlıqdan da radio. Hətta radioya mesaj yazırdım o vaxtlar, uşaq vaxtında. Ləqəbim də DJ olub. Yəni hər zaman maraqlı gəlib mənə. Düzdür, radio təcrübəm olmasa da, amma televiziya təcrübəm var. Siz həm də aktyorsunuz. Xahiş eləyirəm, bizə Əsa teatrı haqqında danışın. Bəli, aktyor deməyək, həvəskar aktyor deyək. Çünki mənim peşəm jurnalistikadır. Əsa teatrı 2016-cı ildə yaradılıb və özəl teatrdır. Yəni fərdi olaraq yaradılıb. Məqsəd də o idi ki, əlilliyi olan şəxslərin sənət bacarığını, məsələn, bu istedadını kəşf etmək. Oranın rəhbəri və rejissoru Nihat Qulamzadədir və mən onlar yaranan gündən tanıyırdım onları. Digər televiziyada da işləyəndə onlar haqqında reportajlar hazırlamışdım. Dostluğum var idi, əlaqəm var idi. Amma düşünməzdim ki, nə vaxtsa mən də səhnəyə çıxaram, aktyor olaram. Hər zaman amma maraqlı olub mənə. Kulis maraqlı olub, səhnə arxası maraqlı olub, ümumiyyətlə aktyorlar sözü necə yadında saxlayırlar. Bunlar hamısı maraqlı gəlib mənə və qismət elə gətirdi ki, 2018-ci ildə Nihat bəy mənə əlaqə saxladı və səni bir rolda görmək istəyirəm. Morris Metterlingin Göyquş əsərində odun, alovun ruhunu canlandırmağı istədi məndən. Orada fantaziya bir hekayədir və bu rolu verəndə mənə məşqlərə getdim, məşqlər oldu, çox gözəl məşqlər keçdi. Məşqdə Nihat Qulamzadənin bir sözü mənim hər zaman yaddaşıma yazılıbdır. Həqiqətən də o bir kəlmə, bir söz işlədir ki, qeyd elədi ki, mən istəmirəm sizi səhnədə tamaşaçı əlil kimi görsün. Mən istəyirəm sizi tamaşaçı aktyor kimi görsün. Həqiqətən də bu sözün mənası çox böyükdür. Yəni mən əminəm ki, Əsa teatrının tamaşaçıları Əsa teatrına əlilliyi olan şəxslər var deyə gəlmirlər. Həqiqətən də orada böyük bir komanda işi var deyə gəlirlər, maraqlı iş var deyə gəlirlər. Ondan sonra artıq 2018-dən sonra artıq bir çox tamaşalarda rol almışam. Ən son olaraq Hamlet tamaşasında məzarçı rolunu oynamışam və bir neçə dəfə hətta Heydər Əliyev sarayda bu yaxınlarda tamaşamız oldu. Yəni ona görə yəni böyük səhnələrə çıxdınız. Bəli, artıq böyük səhnələrə çıxmışam. Bəlkə də uşaq vaxtı amma deyirsiniz ki, mən həvəskar aktyoram ha. Bəli. Yenə də deyirəm, yəni həvəskar aktyoram. Amma yəni təkliflərə açığam. Yəni təkliflər olsa təkliflərə açığam. Hər hansı bir rol olaraq maraqlı gəlir mənə həqiqətən də. Yəni işlə də çatdırmaq olar deyə düşünürəm. Bəli. Siz yəni əlilliyi olan şəxslərlə işləyirsiniz eyni zamanda. Yəni onlardan müsahibələr götürürsüz. Rubrikam var, Əngəlsiz adlı. Elə Əngəlsiz ləqəbi də burdan yaranıbdır. Mənə dedilər ki, niyə bunu ləqəb kimi götürmüsən özünə? Mən də bu fikri yüksək qiymətləndirib bu ləqəbi özümə götürdüm. Necə düşünürsüz? Hansı məsələlərdə daha diqqətli olmaq lazımdır? Əlilliyi olan şəxslərə bir cəmiyyət olaraq necə yanaşmalıyıq? Çünki inklüziv cəmiyyət məsələsi hər zaman gündəmdə olan bir məsələdir.
Bəli, əslində çox maraqlı mövzudur. Məsələn, cəmiyyətdə hər cür insan var, təbii ki, yəni düşüncə fərqliliyi olan insanlar. Elə bu gün mən bu dekabr ayının əvvəlindən bir çox tədbirlərdə, bu 3 dekabrla bağlı tədbirlərdə qonaq kimi iştirak edirəm. Bu yaxınlarda belə deyək də Bakı Biznes Universitetində bir tədbir oldu, tələbələrlə görüş oldu. Sosial iş üzrə oxuyan tələbələr idi. Məni sevindirən məqam odur ki, bizim gənclərimiz artıq bu sahədə maarifləniblər. Həqiqətən də əlilliyi olan şəxslərə davranış qaydaları, ümumiyyətlə təkərli oturacaq istifadəçiləri olan, əlilliyi olan şəxslərə necə davranmaq lazımdır, ümumiyyətlə hər kateqoriyadan olan əlilliyi olan şəxslərə davranış qaydalarını bilirlər. Yəni bu sevindirici bir haldır. Düşünsək ki, bu gənclər gələcəkdə ailə başçısı olacaqlar və onlar da öz övladlarını bu cür yetişdirsələr, artıq cəmiyyətimiz daha yaxşı olar. Bayaq da qeyd etdiyim kimi, mənfi cəhətlər hələ də qalmaqdadır. Məsələn, yazıq baxışları, hətta dilənçi kimi gətirib pul verməklər olubdu. Yəni bu mənim başıma gələn hadisələr, real hadisələrdir həqiqətən də. Əvvəl pis olurdum, amma indiki məqamda biraz humoristik yanaşıram. Necə? Məsəl üçün manat uzadanda mən qayıt deyirəm, mən 10 manatdan aşağı götürmürəm. Yəni bilmirəm bunu necə qarşı. Hətta bir hadisə başıma gəlmişdi. İşdən çıxmışdım, evə gedirdim, Xalqlarda metrodan çıxmışam. Mən artıq insanları necə tanıyıram. Məsəl üçün bir insan mənə 2 dəfə çönüb baxdısa, 3-cü dəfə gəlib məndən soruşacaq ki, sənə kömək lazımdır yoxsa yox. Bəli. Bu hadisəni yaşadım. Bu cavan bir qardaş idi. Çöndü mənə, baxdı, yoluna davam elədi. Çöndü, baxdı, yoluna davam elədi. Mən də yolumu gəlirəm. Axırda qayıtdı, dedi ki, bəs kömək lazımdır, kömək edim. Dedim, yox, ehtiyac yoxdur. Getdi, başını saldı aşağı getdi. Təzədən qayıtdı. Pul qabını çıxartdı, mənə 1 manat uzatdı ki, bəs get, özünə nə istəyirsən alarsan. Mənim də üstündə pul var idi. Mən də eləmə tənbəllik çıxartdım, pul qabımdan 100 manat uzatdım buna ki, alsan gəlib nəsə alarsan özünə. Yəni, bilirsiniz necə? Artıq buna bu cür yanaşıram. Bilmirəm necə qəbul olunur, yoxsa olunmur. Düzgün deyil əslində əlilliyi olan şəxsə bu cür yanaşmaq. Çünki bizim hazırki cəmiyyətimizdə bir çox əlilliyi olan şəxslərimiz var ki, işləyənlər də var, dövlət qurumlarında işləyənlər var. Yəni istedadlı əlilliyi olan şəxslərimiz çoxdur və ona görə də buradan da səslənmək istəyirəm ki, cəmiyyətimiz əlilliyi olan şəxsləri dilənçi yazıq gözü ilə baxmasınlar. Bəli. Əksinə, onların işlə təmin olunması həyata keçirilməlidir ki, onlar özləri öz imkanlarını, güclərini ortaya qoya bilsinlər. Bilirəm, çox pozitiv insansınız və həmkarlarınız sizi çox sevir. Düzdür? Düzdür. Və mən elə bilirəm ki, çalışdığınız sahə də bu pozitivliyin daha da artmasına kömək edir. Bəli. Çəkilişlər zamanı olubmu ki, hansısa çətinliklərlə qarşılaşasınız? Məkanlarda, məsəl üçün, mənim üçün ən böyük çətinlik bu tutacağı olmayan pilləkənlərdir. Bəli. Həqiqətən də, yəni bəzi əlilliyi olan dostlarımız, məsələn, təkərli oturacaq istifadəçiləri var ki, pandusu olmayan yerdən gedə bilmirlər. Amma mənim üçün ən böyük bir çətinlik tutacağı olmayan pilləkənlərdir. Ona görə də bu cür çətinliklər yaşamışam. Amma sağ olsun, operatorlar, dostlarımız kömək eləyirlər. Amma yenə də mən və digər əlilliyi olan dostlarımız istəyərdi ki, bu belə deyək də, heç kimin köməyi olmadan biz bu işi görək, bu pilləkəni qalxaq və yaxud da yolumuza davam eləyək. Yəni kömək istəmirik demək deyil. Sadəcə olaraq biz bu işləri sadəcə özümüz görmək istəyirik. Asanlaşdırmaq istəyirəm. Bəli, mən bunu bütün əlilliyi olan şəxslərin adından danışa bilərəm deyə ona görə rahat danışıram. Çünki hamısını bir çoxunu şəxsi olaraq tanıyıram, tanıdığıma görə nələr istədiklərini çox yaxşı bilirəm. Ona görə də köməksiz, sərbəst bir cəmiyyətdə yaşamaq istəyirlər. Ona görə də bu cür problemlərin ümid edirik ki, yaxın günlərdə, yaxın illərdə belə deyək, aradan qalxar. Əlilliyi olan dostlarınız sizdən daha çox hansı məsələlərdə məsləhət alırlar? Mən özüm hətta bir çox müsahiblərimdən özüm üçün nələrsə götürürəm. Həqiqətən də bu bir mənalı şəkildə belədir, həqiqətən. Məsəl üçün, idmançıdan idmana məxsus bir xüsusiyyət götürürəm. Hətta belə bir fikrim də var ki,
hər bir qəhrəmanımın həyat hekayəsindən toplu bir maraqlı bir kitab yazmağı da düşünürəm. Bu gələcək planlarımdır. Ümid edirəm ki, nə vaxtsa Bəs öz bu da həyatınızdan həyata necə? keçər. Açığı mən elə bir insanım ki, öz həyatımı çox da qabartmağı, uğurlarımı göstərməyi sevməyən insanım. Niyə görə? Bu biraz bir mənalı səslənə bilər, amma həqiqətən də sevmirəm. Çünki belə deyək də, uğur nisbi anlayışdır mənə görə. Məsəl üçün kiminsə bir stəkan götürüb suyu içmək uğur sayıla bilər həqiqətən də. Bəli, Yəni bəli, razıyam. o həmin çətinliyi yaşayırsa onun su içməyi belə uğurdur həqiqətən də. Məsələn elə olur ki, mənim müsahibim məsələn zəng eləmişəm və sizin haqqınızda reportaj hazırlamaq istəyirəm. Qayıdıb mənə deyir ki, mən nə uğur qazanmışam ki, məni çəkmək istəyirsən. Mən də ona qayıdıb deyirəm ki, bəs sənin elə cəmiyyətdə var olmağın uğurdur həqiqətən də. Yəni Nə yaxşı ki varsınız. Təşəkkür Çox sağ edirəm. olun gəldiyiniz üçün. mən təşəkkür edirəm. Siz sağ olun, var olun. Əziz dinləyicilər, əziz izləyicilər, 3 dekabr beynəlxalq əlilliyi olan şəxslər günüdür və biz də bugünkü verilişimizdə əlilliyi olan şəxslərlə bağlı bir sıra məsələlərə toxunduq. Əlbəttə ki, buna görə verilişimizin qonağına minnətdarıq. Qonağımız Əsa teatrının aktyoru, jurnalist Orxan Əliyev, yəni Orxan Əngəlsiz oldu. Aparıcınız mən idim Pərvanə Nadir qızı. Sağ olun, salamat qalın.